Salam uşaqlar, üçbucağın tənbələnləri anlayışı ilə davam edirik. İlk olaraq median anlayışını təkrarlayaq. Median nə idi? Üçbucağın bir təpəsindən çıxırdı və həmin təpənin qarşısındakı tərəfi nə edirdi? Yarıya bölürdü. Tənbələn isə nə edir? Üçbucağın bir təpəsindən çıxır və həmin təpədəki bucağı iki bərabər hissəyə bölür. Yəni median tərəfi iki bərabər hissəyə bölür, yarıya bölür. Tənbələn bucağı yarıya bölür. Baxın, onları da burada qeyd edeyim sizə. Qarışdırmayın. Tənbələn bucağı yarıya bölür. Median tərəfi yarıya bölür. İndi baxaq görək burada nə yazılıb. Üçbucaqda bucaq tənbələnin bu bucağın təpəsini qarşı tərəflə birləşdirən parçası üçbucağın tənbələni adlanır. Üçbucaqda bucaq tənbələninin bu bucağın təpəsini qarşı tərəflə birləşdirən parçası üçbucağın tənbələni adlanır. Baxın, A bucağının tənbələnini çəkiblər. Bu deməkdir ki, BAK bucağı KAC bucağına bərabərdir. B bucağının tənbələnini çəkiblər. Bu o deməkdir ki, CBN bucağı ABN bucağına bərabərdir. Sonra C bucağının C təpəsinin daha doğrusu sürüşdü. C təpəsinin tənbələnini çəkiblər. Bu o deməkdir ki, MCB bucağı ASM bucağına bərabərdir. Tənbələn bucağı yarıya bölür. İxtiyari üçbucağın 3 tənbələni var. Nə idi? Üçbucağın xatırlayaq neçə medianı var idi? 3 medianı var idi. Eyni zamanda üçbucağın 3 dənə tənbələni var. Və onlar bir nöqtədə kəsişirlər. Amma baxın, medianda belə bir şey qeyd olunmuşdu. Deyirdi ki, ixtiyari üçbucağın 3 dənə medianı var. Onlar bir nöqtədə kəsişirlər və kəsişdikləri nöqtə həmin üçbucağın ağırlıq mərkəzi idi. Amma tənbələndə ağırlıq mərkəzi hissəsini qeyd eləməyiblər. Deməli, medianların kəsişmə nöqtəsi üçbucağın ağırlıq nöqtəsi sayılır. Lakin tənbələnlərin kəsişmə nöqtəsi üçbucağın ağırlıq nöqtəsi sayılmır. 6-cı suala baxaq. Verilmiş fikrin doğru yaxud yanlış olduğunu müəyyən edin deyir bizdən. BO parçası ABC üçbucağının tənbələnidir. Bunu nümunə kimi izah ediblər, özləri açıqlamasını da veriblər. Tənbələndimi? Bəli. Hardan bilirik? Çünki B bucağını 2 bərabər 45 dərəcəyə bölüb. 2 bərabər bucağa bölüb və hər biri 45 dərəcədir. Baxın, burada da qeyd olunub ki, ABO bucağı OBC bucağına bərabərdir və 45 dərəcədir. Fikir doğrudur. Açıqlamasını veriblər. BO parçası ABC üçbucağında B bucağını 2 bərabər bucağa ayırır. Baxın, siz aşağıdakı məsələləri də, A-nı, B-ni, C-ni də eyni bu şəkildə dəftərinizdə izahlı şəkildə yazmalısınız. Mən məsələn şifahi şəkildə sizə burada izah edəcəm. Siz bu nümunəyə baxıb o şəkildə yazmalısınız. Baxın, bizə verilib BAC bucağı və burada A təpəsindən qarşı tərəfə bir xətt çəkilib. Baxıram ki, bu xətt A bucağını 2 bərabər bucağa ayırır. 2 bərabər bucağa ayırır. Hər biri 20 dərəcədir. Deməli, nə qənaətə gəlirəm? AM xətti ABC üçbucağının tənbələnidir. A bucağından çıxmış tənbələnidir. Deməli, AM parçası ABC üçbucağının tənbələnidir. Fikri nədir? Doğrudur. Açıqlamanı da belə verirsiniz ki, AM parçası ABC üçbucağında A bucağını 2 bərabər bucağa ayırır. Sonra B variantına baxaq. Deyir ki, RT parçası PRS üçün üçbucağın tənbələnidir. Burada 45 dərəcə olduğunu qeyd ediblər. Əgər bura 45 dərəcədirsə, bu hissə də 45 dərəcədir. Onu hardan bilirəm? Deyə sual versəz. Baxın, bu düz bucağı göstərir də, kvadrat şəklində verilib. Deməli, bu bucaq ümumilikdə PRS bucağı 90 dərəcədir.
Əgər bu hissəni 45 dərəcə veriblərsə, onda bu hissə də 45 dərəcə olacaq. Deməli, bu fikir də doğrudur. RT parçası PRS üçbucağının tən bölənidir. Sonra S-yə keçirəm. Görək S-də vəziyyət necədir. KP parçası MKN üçbucağının tən bölənidirmi? Baxaq, bu hissəni 47 veriblər. Əgər KP bucağı tən böləndirsə, onda MKP üçbucağının, daha doğrusu MKP bucağı PKN-ə bərabər olmalıdır. Bura 47-dir. PKN ümumilikdə neçədir? 23 üstəgəl 22 eləyir 45. Bərabər oldu, yox, bərabər olmadı. Mütləq bu hissədə ümumilikdə cəmi 47 eləməlidir. Ona əsasən deyirik ki, bu fikir yanlışdır. Açıqlamasını da belə veririk ki, KP parçası MKN üçbucağında K bucağını 2 bərabər hissəyə bölmür. Belə. 7-ci sual yenə araşdırma tipli bir sualdır. Deyir, dəftərinizdə korbucaqlı üçbucaq çəkin. Təxmini burada bir dənə korbucaqlı üçbucaq çəkirəm. Transporterdən istifadə etməli bu üçbucağın tən bölənlərini çəkin. Və kəsişmə nöqtəsini adlandırın. Deməli, transporterdən istifadə edəcəksiniz. İndi mən burada istifadə edə bilmirəm. Siz bu üçbucağın tən bölənlərini çəkəcəksiniz. Məsələn, buradan biz tən bölən çəksək, bu korbucaq təpəsindən 2 bərabər üçbucaq alınacaq. Daha doğrusu 2 bərabər bucaq alınacaq. Həmin bucağı yarıya böləcək. Buradan da bir dənə çəksək, yenə 2 bərabər bucaq alınacaq. Mən yenə düzgün çəkə bilmədim. Təpədən başlayıb çəkmək daha doğru olar. Beta kimi qeyd elədim. Bu hissədən də bir dənə çəksəm əgər, bir nöqtədə kəsişməlidirlər mütləq. Qamma şəklində olacaq. İndi mən bunları qamma, alfa, beta deyə adlandırdım. Bu sadəcə bir adlandırmadır. Bu beyninizi qarışdırmasın. Amma siz bir korbucaqlı üçbucaq çəksəz, transporterdən istifadə edib çəkirsinizsə, onun bucaqlarını tam dəqiq şəkildə qeyd edin. Korbucaqlı üçbucaqdırsa mütləq bir bucağı 90 dərəcədən böyük olur. Və hər birinin tən bölənini qeyd edin. Çalışın cüt rəqəmlər seçin ki, yarıya böləndə, tən bölənlə yarıya böləndə daha rahat üstündə işləyə biləsiniz. Biz artıq median anlayışı ilə də tanış olduq. Bir dəfə də təkrarlayaq. Median nə oldu? Median üçbucağın üçbucağın təpəsindən çıxıb həmin təpənin qarşısındakı tərəfi nə edirdi? Yarıya bölürdü. Median nə elədi? Tərəfi yarıya böldü. Tən bölən isə üçbucağın təpəsindən çıxırdı və həmin bucağı, həmin təpəyə uyğun bucağı yarıya bölürdü. Ümumiləşdirsək, tən bölən bucağı yarıya bölür, median tərəfi yarıya bölür. İndi üçbucağın hündürlükləri anlayışına keçək. Hündürlük nədir? Onu aydınlaşdıraq. Bu hissəni təmizləyək. Deyir ki, üçbucağın təpəsindən qarşı tərəfə yaxud bu tərəfin uzantısına çəkilmiş perpendikulyar üçbucağın verilmiş təpəsindən çəkilən hündürlüyü adlanır. Yenə üçbucağın bir təpəsini götürürəm və onun qarşı tərəfinə dümdüz bir xətt çəkirəm. Amma bu düz xətti 90 dərəcə bucaq altında çəkirəm. Yəni, həmin bu düz xətt qarşı tərəfə perpendikulyar olur. Əgər bu düz xətt qarşı tərəfə perpendikulyardırsa və sırf 90 dərəcədə kəsirsə, əslində bu cümlələr bərabərdir, ekvivalentdir. Qarşı tərəfə perpendikulyardırsa, yəni 90 dərəcədə qarşı tərəfi kəsirsə, deməli bu xətt hündürlükdür. Median 90 dərəcədə kəsə bilməz. Tən bölən 90 dərəcədə kəsə bilməz. Daha doğrusu kəsər. Median kəsə bilər. Median kəsdiyi yerlər ola bilər. Ancaq bu zaman biz onu təkcə məsələn median kimi adlandırmayacağıq. Eyni zamanda həm də hündürlük kimi adlandıra bilərik. Həm hündürlük, həm median ola bilər. Çəkdiyimiz xətt. Məsələn, deyək ki, gedir qarşı tərəfə həm yarıya bölür, həm də 90 dərəcə arada bucaq var. Yəni perpendikulyardır. Hə, onda deyə bilərəm ki, bu üçbucağın necə deyim,
cümləni toparlayaq. Bu üçbucağın təpəsindən qarşı tərəfə çəkilmiş parça, deyək ki, məsələn, BY parçası həm mediandır, həm hündürlüydür, həm tənböləndə ola bilər. Yəni belə hallarda olur. Deməli, davam edək. Aha uşaqlar, indi istəmirəm sizə çox başınız qarışsın. Ona görə çox dərinlik getmirəm. Zaten irəlidəki dərslərdə, ümumiyyətlə irəli siniflərdə siz daha da dərindən mövzuları aydın başa düşəcəksiniz. Məsələn, burada indi ilk anlayışları keçirsiniz. Ola bilər ki, sizə bəzi şeylər aydın olmur, bəzi şeylərdə suallarınız qalır, amma inanın ki, irəlidəki mövzu üstündə işlədikcə, irəlilədikcə bəzi şeylər daha aydın olacaq və özünüz ümumiyyətlə daha dərin suallar verməyi bacaracaqsınız. Bu niyə belədir? Niyə belədir? Ümumiyyətlə hər şey sizə daha da sual verdikcə də öyrənəcəksiniz. Belə davam edəcəyik. Bildik ki, hündürlük nə edir? Hündürlük üçbucağın təpəsindən çıxır və qarşı tərəfə perpendikulyar olur. Yəni 90 dərəcə altında qarşı tərəfi kəsir. Tərifi də belədir. Üçbucağın təpəsindən qarşı tərəfə yaxud bu tərəfin uzantısına çəkilmiş perpendikulyar üçbucağın verilmiş təpəsindən çəkilən hündürlüyü adlanır. Mən istəyirəm ki, bu hissəni sizə aydın şəkildə başa salım. Necə olur ki, yaxud bu tərəfin uzantısına çəkilmiş perpendikulyar. Baxın, bəzən bizə üçbucaq bu şəkildə verilə bilir. Körbucaqlı bir üçbucaq çəkək. Bu körbucaqlı üçbucağın bu körbucaqlı üçbucağa bir dənə hündürlük çəksək, onun uzantısına çəkərik. Gəlin onu qırmızı rəngdən göstərək. Baxın bu şəkildə. Bu üçbucağın hündürlüyü onun uzantısında göstərilə bilir. Yəni ancaq belə mümkündür göstərmək. Amma yenə də bu üçbucağın hündürlüyü sayılır. Onun daxilində olmasa da. Yəni bu göstərilən 3 haldan da ayrı belə bir hal var. Aha, aşağıda da göstərilmişlər. Baxın, körbucaqlı üçbucaqda iti bucaq təpələrindən çəkilən hündürlüklər qarşı tərəfin uzantısına çəkilən perpendikulyardır. Baxın, körbucaqlı üçbucaqlar verilib və bu körbucaqların iti bucaq təpəsindən çəkilən hündürlüklər qarşı tərəfin uzantısına çəkilən perpendikulyardır. Məsələn, deyək ki, mən YFD bucağının hündürlüyünü çəkmək istəyirəm. Onda Y tərəfindən aşağıya doğru bir parça çəkirəm. Bunu H olaraq adlandırsam, H da hündürlüyün baş hərfidir. Perpendikulyarlığı da göstərirəm. H oldu YFD bucağının hündürlüyü. Davam eləyək. YFD başqa cür də göstəriblər. Sürüşdürülmüş şəkildə. Deməli, ixtiyari üçbucağın 3 hündürlüyü var. Necə demişdik, 3 medianı var idi, 3 tənböləni var idi, 3 dənə də hündürlüyü var. Üçbucağın hündürlükləri və ya onların uzantıları bir nöqtədə kəsişir. Ancaq baxın, burada da qeyd olunmayıb ağırlıq mərkəzi söhbəti. Deməli, ağırlıq mərkəzi söhbəti sadəcə mediana aid oldu. Üçbucağın 3 medianı var və bu medianlar bir nöqtədə kəsişir. Həmin nöqtədə üçbucağın ağırlıq mərkəzinə adlanır. Bu sadəcə median anlayışına aiddir. Sonra fikirləş hissəsini oxuyaq. Deməli, deyir ki, ondan sonra da bitir 56-cı səhifədə. Düzbucaqlı üçbucaqda hündürlükdən ikisinin onun katetləri ilə üst-üstə düşdüyünü necə izah etmək olar? Əslində bunu şagird özü fikirləşməlidir, amma göstərək. İlk öncə özünüz fikirləşin, sonra bu izaha baxın. Bir dənə düzbucaqlı üçbucaq çəkək. Baxın, bu düzbucaqlı üçbucaqda 2 tərəf var ki, hansı tərəflər də olar? Gəlin adlandırıq, adlandıranda daha rahat olacaq. A,
B, belə yazmayaq. Düzgün deyil belə yazmaq. A, B, C sıralaması olmalıdır hərflərin ümumiyyətlə yazanda. A, B, C üçbucağı. Bu ABC üçbucağının 2 dənə tərəfi var. Hansı ki biri AC-dir, biri AB-dir. Bu tərəflər elə üçbucağın hündürlükləridir. Çünki təsəvvür edin, mən A təpəsindən götürürəm, qarşı tərəfə bir dənə perpendikulyar çəkirəm. Daha doğrusu C təpəsindən qarşı tərəfə bir perpendikulyar çəkirəm. Çünki perpendikulyar buradadır da. Bu zaman elə həmin perpendikulyar AC tərəfi ilə üst-üstə düşəcək. Yəni AC tərəfi elə düzbucaqlı üçbucağın hündürlüyü olacaq. Sonra BA tərəfinə baxaq. BA tərəfində B təpəsini götürsəm, B təpəsindən A-ya, yəni qarşı tərəfə perpendikulyar çəksəm, elə o da AB tərəfi ilə üst-üstə düşür. O da üçbucağın başqa bir hündürlüyü olur. Fərqli ölçülərdə olurlar, amma hər biri hündürlüyü olur. H1, H2 kimi yaza bilərəm. Bunu necə üst-üstə düşdüyünü necə izah etmək olar? Bu şəkildə izah elədik. Qarşı tərəfə bir dənə perpendikulyar çəkmək olur və bu perpendikulyar həmin tərəfdən üst-üstə düşür. Ona görə üçbucağın elə katetləri, düzbucaqlı üçbucağın katetləri elə onun hündürlüklərinə bərabərdir. 8-ci suala baxaq. Hansı halda ABC üçbucağının hündürlüyü düzgün göstərilib? Baxaq, A tərəfindən BC tərəfinə bir dənə hündürlük çəkilib. Hündürlük olduğunu hardan bilirəm? 90 dərəcə bucaq altında perpendikulyar çəkilib. AD hündürlükdür. A-dan AD çəkilib BC tərəfinə. Baxın, amma perpendikulyarlıq verilməyib. Ona görə bu hündürlük sayılmır. Bu hündürlük idi. Sonra AD çəkilib. Baxın, burada AD perpendikulyardır BC tərəfinin uzantısına. Ona əsasən deyirik ki, AD də hündürlükdür. Ondan sonra AC tərəfinə nə çəkilib? KD çəkilib. Bax, bu səhvdir. Perpendikulyar ola bilər. Ola bilər ki, siz baxa bilərsiniz, deyərsiniz, müəllim, perpendikulyardır. Bu artıq hündürlükdür. Lakin bu doğru deyil. Bizdə hündürlüyün tərifində nə deyir? Deyilir ki, təpə nöqtəsindən qarşı tərəfə çəkilmiş perpendikulyar. Lakin burada üçbucağın bir təpəsindən daha doğrusu bir tərəfindən o bir tərəfə bir dənə düz xətt parçası çəkilib. Nə olsun ki, perpendikulyardır, amma təpədən çıxmayıb ki, mütləq təpədən çıxmalıdır. Baxın, buradakı uzantı da təpədən çıxır. Deməli, bu olmadı hündürlük. Qəti şəkildə KD hündürlük deyil. YD də eyni şəkildə təpədən çıxmayıb. Hündürlük sayılmır. Hündürlük təpədən çıxır. 9-cu suala baxaq. Fikirlərin doğru və ya yanlış olduğunu nümunələrlə əsaslandırın. Elxan. Elxan deyir ki, bütün bucaqların medianları kəsişmə nöqtəsi onun daxilində yerləşir. Bütün üçbucaqların medianlarının kəsişmə nöqtəsi onun daxilində yerləşir. Üçbucağın medianlarını fikirləşək. Bəli, düzgündür. Bu düzgündür. Bütün üçbucağın tənbölənlərin kəsişmə nöqtəsi onun daxilində yerləşir. Bütün üçbucaqların tənbölənlərin kəsişmə nöqtəsi onun daxilində yerləşir. Bəli, hər bir üçbucağın hər təpəsindən bir dənə tənbölən xəyal edin, çıxartmışıq və bu tənbölənlər kəsişmə nöqtəsi onun daxilində yerləşəcək. Çünki bu tənbölənlər onun daxili bucaqlarını tənbölür axı. Yəni, mümkün deyil ki, o xaricdə yerləşsin. Bu da 7. Üçbucağın hündürlüklərinin kəsişmə nöqtəsi onun daxilində yerləşir. Bunu yoxlayaq. Məsələn, deyək ki, bizə bayaqki körbucaqlı üçbucaq verilib. Həmin körbucaqlı üçbucağın biz uzantısını çəkək, daha doğrusu hündürlüyünü çəkək,
tərəfinin uzantısına. Başqa cür baxın, buradan hündürlük çəkə bilərəm. Ola bilərmi? Belə çəkə bilərəmmi? Göstərdiyim kimi bayaq, əlbəttə ki, çəkə bilmərəm. Ümumiyyətlə, uşaqlar, bir şey yadda saxlayın ki, medianların kəsişmə nöqtəsi üçbucağın daxilində yerləşəcək fikri doğrudur. Tənbölənlərin kəsişmə nöqtəsi onun daxilində yerləşir, doğrudur. Lakin hündürlüklərin kəsişmə nöqtəsi həmişə onun daxilində yerləşəcək fikri doğru deyil. Çünki bizim bu ancaq hər bucağı, bütün bucaqları iti bucaqlı olan üçbucaqlar üçün doğrudur. Kör bucaq olsa əgər, kör bucaqda bilirik də, biz onun uzantısına, tərəfinin uzantısına hündürlük çəkirik. Bu zaman mərkəzdə görüşməyəcəklər. Yəni onun daxilində görüşməyəcəklər. Ona əsasən axırıncı fikir doğru deyil. Nəysə, keçək 10-cu suala. Şəkildə ABC üçbucağının hündürlüyü vaxtımız gedirmi? Gedir. Şəkildə ABC üçbucağının hündürlüyü, medianı və tənböləni təsvir olunur. Onları müəyyən edin. Xəttkeşlə siz baxsaz, bunu daha dəqiq göstərə bilərsiniz ki, hansı mediandır, hansı tənböləndir, hansı hündürlükdür. Lakin mən burada, indi məndə elə imkan olmağına görə təxmini şəkildə baxıram. Məsələn, CN xətti çəkilib. Baxıram ki, BN bərabərdir NA-ya. Şəkildə elə görünür. Deməli, CN nədir? Mediandır. Median nə edirdi? Qarşı tərəfi yarıya bölürdü. 2 bərabər parçaya bölürdü. AK-ya baxıram. AK hündürlüydür. AK BC-yə perpendikulyardır çünki. AK oldu hündürlük. Ondan sonra BM-ə baxaq. BM xətti tənböləndir. Çünki AM təxmini baxanda AM və MC parçaları bir-birinə bərabər deyil. Bərabər deyilsə, əgər median da deyilsə, hündürlük də deyilsə, deməli tənböləndir. BM də oldu, nə? Tənbölən. Okey, bu da bitdi. Qaldı 2 sualımız. Ondan sonra bitir. 11-ci sual. Şəkildəki ABC üçbucağında, ABC üçbucağı şəkildə verilib bizə. AC tərəfi AB və BC tərəflərinin cəmindən 20% qısadır. Gəlin bu cümləni hesablayaq. AC tərəfi AB və BC tərəflərinin cəmindən 20% qısadır. AB və AC tərəflər, BC tərəflərin daha doğrusu cəmini tapaq. Verilib bizə 18 və 12. Bu da eləyir 20, 30. 30-un 20%, yəni 5-də 1 nəyə bərabərdir? 5-də 1-i eləyir 6. 20% qısadır, yəni AC tərəfi 30 çıxılsın 6, 24-ə bərabərdir. Ola bilər aranızda başa düşməyənlər olar bu bəlkə də yazını. Ona görə mütləq yazıram mən sizin üçün aydın şəkildə. 30-un 20%-ni tapanda 20-yə vurub 100-ə bölürük. Əslində 20 ilə 100-ü mən burada ixtisar edəsəm elə 5-də 1-ə bərabər olur. 30-u da 5-ə böləndə 6 edir. Bu şəkildə. Daha qısa şəkildə məsələn 20%-i görən kimi də deyə bilərsiniz ki, hər hansı bir ədədin 20%-i onun 5-də 1-nə bərabərdir. Belə, indi buralığı təmizləyək uşaqlar. Məsələmizə davam edək. Hesablamağa. Deməli, deyir ki, CB CD-yə bərabərdir. CB CD-yə bərabərdir. Onda bu hissə 12-dir. Əgər bu hissə 12-dirsə, onda bu hissə də 12 olur da. Çünki ümumilikdə 24-də axı. Deməli, nə gördüm? BD nə imiş? Median imiş. Qarşı tərəfi 2 bərabər parçaya bölüb. BD parçası ABC üçbucağının medianıdırmı? Fikrinizi əsaslandırın. Fikrimi əsaslandırdım. Deməli, nə elədim? Mənə verdiyi birinci cümləyə əsasən, birinci şərtə əsasən AC tərəfi AB və BC tərəflərinin cəmindən 20% qısadır. Ona əsasən tapdım ki, ümumilikdə AC tərəfi 24 cm-dir. Ümumilikdə 24-dür. Sonra mən digər şərtdə dedi ki,
SB SD'yə bərabərdir. Əgər SB SD'yə bərabərdirsə, onda CD hissəsi 12-dir. CD 12-dirsə və ümumilikdə AC 24-dürsə, onda AD tərəfi 12 olur və buna əsasən də müəyyən eləmiş oluram ki, BD mediandır, çünki B təpəsindən çıxır və qarşı tərəfi 2 bərabər hissəyə bölür. Sonuncu sual, 12-ci sual. ABC üçbucağında BK hündürlüyü çəkilib. K nöqtəsi AC tərəfini AK və KS 1-2 nisbətində bölür. Yəni mən bura x desəm, bu hissə KS hissəsi 2x olacaq. Yəni 1-2 nisbətində olur da. AC 9-dur. Ümumilikdə AC-nin mənə 9 olduğunu deyir. Perimetr ABK-nı verib və ABC üçbucağının sahəsi nə qədərdir? Gəlin ilk olaraq bu nisbət və bu ifadəyə baxaq. Deyir, AK-nın KS-yə olan nisbəti 1-in 2 nisbətindədir. Birinə x yazdım, birinə 2x. Ümumilikdə AC-nin mənə 9 olduğunu dedi. Mən onda belə bir tənliyi yaza bilərəm deyil. X üstə gəlir 2x bərabərdir 9-a. 3x bərabərdir 9-a. X da bərabərdir nəyə? 3-ə. Deməli, AK 3-ə bərabərdir. KS 6-ya bərabərdir. Perimetr ABK 12-dir. Perimetr ABK 12-dir. Bu hissə 3-dürsə, bu hissə 5-dirsə, 8 eləyir. 12-dən 8 çıxanda nə qalır? 4. Deməli, BK 4-ə bərabərdir. Mənə ABC üçbucağının sahəsini tapmağımı istəyir. ABC üçbucağı, ümumiyyətlə üçbucağın sahəsi nəyə bərabərdir? Üçbucağın sahəsi 2-də 1 AH şəklində hesablanır. Bu nə deməkdir? Üçbucağın təpəsindən çıxmış hündürlük və onun kəsdiyi qarşı tərəfin hasilinin yarısı üçbucağın mənə sahəsini verir. 2-də 1 vurulsun. Tərəfi 9 götürürük. Çünki bizim hündürlüyümüz AC tərəfinə çəkilib. 9 vurulsun. H nəyə bərabərdir? 4-ə. H da 4-dür. 2 eləyir 18. Deməli, üçbucağın sahəsi 18-ə bərabərdir. Belə, bitdi uşaqlar. O biri mövzu üçbucağın kongruentlik əlamətləridir. Kongruentlik daha asan mövzudur. Əslində üçbucaqlar ümumiyyətlə asan mövzudur. Belə. Gələn həftə də üçbucağın kongruentlik əlamətləri ilə tanış olarıq.